qardaşlara siz kim gətirib bura, kim yönləndirib sizi? Mənim Mehrab göndərdi bura. Mehrab. Bəli. Mehrabın əlinə gəldim. 3500 pulum çıxdı orada. Bir 4000 də təmiz pulum çıxdı. Rasxoda oturdu. Asan xidmət eləmiş hamısına 4000 pul. Job MMC var, o. Bəli. Odur. Hə. O şey 2 nəfər gəlmişik. 2 nəfərə bizim Naliçka 7000 vermişik. 7000 vermişsiniz. Sənət, sunat, ora gəlmək, gəlib bura çıxmaq, üstümüzə də pul gətirmişdik. Onu yemişik burada. Bizə 4000 adama yaxın pul çıxdı. Adam başına. Adam başına. Mənə dedi ki, Mehrabın mənə ofisdə oturduğu dediyi sözdür. Mənə dedi ki, sən ikiniz də gedəcəksiniz ora, 110 manat sənin maaşdır. Gündəlik haqqın. Gündəlik 110 manat. Şirkətdir sizi gözləyir. 3600 manat sən pul alacaqsan. Deyilən kimi çıxır maaş, nə deyirlər? Heç pul, indiki pul verilmir. Bir dəfə gəlmişik bura, yeməyə 50 euro pul verilib. Onunla da 9 gündə işləyib. Pul da verilməyib. Bu gün də Xəzəyin gəldi evə, bura. Xəzəyin bura gəldi, dedi ki, mən Mehraba usta kimi demişdim, sizi fəhlə kimi aldadıb yola salıb bura. Siz mənə lazım deyirsiniz, çıxın gedin. Bizi qoyub çöldə. İndi qalmışsınız çöldə. Bəli, qalmışıq çöldə. İndi bizə 200, biz istəyirik bir iş tapaq ki, bir 200 yol pulunu tapaq qayda. Allah köməyimiz olsun. Biz də əlimizdən gələn köməkliyi eləyəcəyik. Yəni Serbiyaya əsasən fəhlə lazım deyil. İndi biz araşdıracağıq da indi görək nə işlər var. Köməkliyi göstərərik əlimizdən gəldiyi qədər. Prosto mən yönləndirən insana demək istəyirəm ki, yəni belə eləməyin də. Cəmaət gəlir işləməyə, cəmaət pul qazanmağa gəlir, borc pul götürür. Özü böyük bir məbləğdə pul götürürsünüz. 3000-4000 manat pul götürürsünüz. Bu böyük bir məbləğdir. Onun qarşılığında sizin yönləndirdiyiniz iş ideal, qüsursuz olmalıdır. Yəni belə olmalı deyil. Yəni insanda ən azından biraz şərəf, vicdan, ləyaqət olsa bu işi görməz. Yəni mən belə düşünürəm. Mehrabın mənimlə danışıqlığı şirkətdir. Belə danışır mənimlə. Şirkət səni qarşılayacaq. Yol zada işə paltar veriləcək sənə. İşə gedib gəlməyin şirkət maşınıyla firmanı gedib gələcəksən. Biz ancaq dil bilmirməyəcək, işə marşrutla gedirik. Dil bilməyə. Yəni ki, görürsünüz, bugün piyada gəlmiş. Bugün də piyada gəlmişik, bu hamısı canlı söyledi, piyada gəlmişik işdən. Yəni aparıb atırlar işə, yəni ki, özün gələ bil, çıxa bildin evə, çıxa bilmədin, deməli ki, qaldın orada. Görürsünüz dostlar, yəni aldanmayın. Heç kimə aldanmayın, pul verməyin, qabaqcadan pul verməyin heç kimə. Yəni bu qardaşlar kimi insanlar çoxdur. Mən bugün axır səbrim qutardı, belə bir video çəkmək qərarına gəldim. İndi olduqca çəkəcəm, hamı ilə paylaşacağam. Belə hadisələrlə çox qarşılaşmışıq. Yəni bir çox adam olubdur ki, qəssaba gəlib və yaxud başqa bir işə gəlib, işi alınmayıb, aldadılıb, maaş yüksək deyilib, gəlib burada həmin maaş olmayıb. Fərqli problemlər olubdur. Bura gələn adam işləməyə gəlir, borca pul alır gəlir. Bunu düşünmək lazımdır, nəzərə almaq lazımdır. Yəni belə iş olmur. Bunun bir adı var. Yəni onu da deyə bilmirik. Yəni bunu paylaşacaq, yəni bunun adı nədir onu deyə bilmirik. Özünüz bildiniz də nədir. Yəni belə də olmaz. Yəni bu qəbul olunmaz bir şeydir. Müğayyət olun. Allah hamının köməyi olsun, heç kimə inanmayın. Uğurlar.